1947-ci ildə Amerika Birləşmiş Ştatlarının Roswell şəhərində bir hadisə baş verdi ki, bu yad planetlər mövzusunu bütün dünyaya yaydı. Hərbi hava qüvvələri əvvəlcə uçan disk düşdüyünü elan etdi. Amma bir gün sonra dedilər ki, bu sadəcə hava şarı imiş. Bu dəyişiklik insanlarda böyük suallar yarattı. Gizlədilən nə idi? Maraqlısı budur ki, belə hadisələr təkcə Amerika Birləşmiş Ştatlarında deyil. Meksika, Rusiya, Çin və hətta Antarktidada belə qeyri-adi uçan obyektlər görünüb. Azərbaycanda yad planetlərlə bağlı ilk qeydə alınan hadisə 1960-cı illərə təsadüf edir. Deyilənə görə, Neftçalada bir neçə balıqçı dəniz üzərində parlaq işıq saçan naməlum obyekt görüb. Obyekt heç bir səs çıxarmadan səmada hərəkət edib və birdən-birə yoxa çıxıb. Amma ən məşhur hadisə 1980-ci illərdə Xızı dağlarında baş verib. Bir qrup geoloq səmada metal kimi parlayan, disk formasında bir obyekt görüb və onların kompasları işləməyib. Əraziyə yaxın olan radio siqnalları da sıradan çıxıb. Hətta bəzi yerli sakinlər həmin ərazidə yad planetli varlıqlara bənzər qəribə canlılar gördüklərini iddia ediblər. Rəsmi qurumlar bu hadisələri təsdiqləməsə də, bu ərazilər illərlə sirr olaraq qalır. Bəs səncə biz təkik? Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.